Ermənistanda Kremli qorxudan təmizlik başlayır. Paşinyan ölkəsində Rusiyanın izini silə bilər. Rusiya ilə Ermənistan arasında əlaqələrin, münasibətlərin əsas göstəricilərindən biri də Federasiyanın Gümrüdəki hərbi bazasıdır. Bu baza Ermənistan cəmiyyətində və İrəvan-Moskva münasibətlərində yenidən aktuallaşıb. Rusiya Xarici İşlər Nazirinin müavini Mikhail Galuzin bildirib ki, İrəvan Gümrüdəki bazanın ləğvi məsələsini nəzərdən keçirmir. Ermənistandan bazanın icarə müqaviləsi şərtlərinin yenidən nəzərdən keçirilməsi barədə hələ ki siqnallar daxil olmayıb. Onun sözlərinə görə Ermənistan rəsmi səviyyədə Gümrüdəki Rusiya hərbi bazasının ləğvi məsələsini nəzərdən keçirmədiyini də bəyan edib. Nazir müavini qeyd edib ki, Moskva bu hərbi hissənin Ermənistan və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin təmin edilməsinə dayaq olduğuna əmindir. Xarici İşlər Nazirliyinin nümayəndəsi bu istiqamətdə narahatlıq doğuran səbəbi də gizlətməyib. Bildirib ki, Ermənistanda bəzi siyasi qüvvələr və qərbpərəst erməni QHT-lər iki ölkənin hərbi əməkdaşlığını, Rusiya Federasiyasının bazasının mövcudluğunu qaralamağa, onu işğal aləti və ya Ermənistana qarşı qapalılığın, düşmənliyin bir sübutu kimi təqdim etməyə çalışırlar. O əminliklə vurğulayıb ki, bütün bu kimi cəhdlər mənasızdır. Bu baza təkcə hərbi obyekt kimi deyil, həm də yerli sakinlər üçün bir növ cazibə mərkəzi kimi çıxış eləyir. Galuzinin belə çıxışı təsadüfi deyil. İyunun 11-də Gümrüdə Böyük Vətən müharibəsinin xatirəsinə həsr olunmuş Ana Ermənistan memorial kompleksi təhqir edilib. Onda Rusiyanın İrəvandakı səfirliyi bu hadisəni qəzəblə qarşıladıqlarını, onun adi xuliqanlıq olmadığını bildirmişdi. Rusiyanın diplomatik missiyası bunu Ermənistanla ortaq tarixi yaddaşa qarşı məqsədyönlü hücum və böyük qələbəni təhqir etmək cəhdi kimi qiymətləndirmişdi. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zakharova isə Ermənistan hakimiyyətinin bu hadisəyə reaksiya verməməsinə diqqət çəkib. Onun sözlərinə görə ölkəsinə aid nişanələrin Ermənistanda təhqir edilməsi pis adətə çevrilir. Zakharova Ana Ermənistan kompleksində baş verən hadisəni iyunun 7-sində Ermənistanda keçirilmiş parlament seçkilərini müşahidə edən cilovlanmamış anti-Rusiya kampaniyasının yaratdığını vurğulayıb. Rusiya rəsmisi bu kimi hallarla bağlı Ermənistanı hədələyib. O, Qərbi Avropada sökülən Sovet hərbi abidələrinin müdafiəsi istiqamətində Rusiyanın planlı işini xatırladıb. Həmin abidələri qorumaq üçün Moskvanın diplomatik dialoq yollarından istifadə etdiyini vurğulayıb. Rusiya Ermənistanda baş verən bu kimi hadisələri bir qayda olaraq sadəcə xuliqanlıq aktı deyil, iki ölkə arasında ortaq olan tarixi yaddaşa məqsədyönlü hücum və böyük qələbəyə təhqir cəhdi kimi adlandırıb. İyunun 12-sində isə bazada Ermənistan cəmiyyəti üçün açıq qapı da keçirilib. Rusiya bu tədbiri keçirməklə ölkə sakinlərinin hərbi bazaya, deməli Rusiya Federasiyasına xoşməramlı münasibətini nümayiş etdirməyə səy göstərib. Yeri gəlmişkən ötən ilin avqustunda Gümrüdə Rusiya hərbi bazasının əleyhdarları və tərəfdarları aksiya keçirmişdi. Onlar Rusiya Federasiyası hərbi hissəsinin ləğvini tələb edirdilər. Aksiyaçılar arasında Respublika uğrunda partiyası daha fəal idi. Təşkilatın sədri Arman Babacanyan bazanın ləğv edilməsinə münasibət bildirərək demişdi ki, bunu hakimiyyət eləməzsə, onlar eləyəcəklər. Biz onları məcbur eləyəcəyik ki, bu məsələni qarşıdakı seçkilərdə gündəliyin elə bir bəndinə çevirsinlər ki, hakimiyyət xalqın fikrini nəzərə almaq məcburiyyətində qalsın. Bu il iyunun 7-sində ölkədə parlament seçkiləri keçirilib, Ana Ermənistan abidəsinə qarşı aksiya isə iyunun 11-də olub. Odur ki, qarşıdan gələn illərdə Gümrü bazasına qarşı yeni, daha geniş etiraz aksiyalarının keçiriləcəyini də ehtimal eləmək olar. Ermənistanla Rusiya arasında münasibətlərə problem yaradan məsələlərdən biri də kollektiv təhlükəsizlik müqaviləsi təşkilatına üzvlüydür. Rəsmi İrəvan 2 ilə yaxındır bu təşkilatın tədbirlərinə qatılmır. Baş nazir Nikol Paşinyan seçki qabağı təşviqat kampaniyasında kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından çıxa biləcəklərini istisna eləməyib. Gümrüdəki xatirə kompleksinin və Rusiyaya aid abidənin aşağılanması iki ölkə arasında mövcud münasibətin də göstəricisidir. Bu, Ermənistan cəmiyyətinin, siyasi qüvvələrin Moskvaya birmənalı olmayan münasibətidir. Hadisələr göstərir ki, ictimaiyyət Rusiyanın ölkəyə nəzarətindən bezib. Ümumiyyətlə, Çar Rusiyası, keçmiş SSR və onların varisi sayılan Rusiya Federasiyasının abidələri, hərbi bazası Moskvanın Ermənistandakı nüfuzunu, mövcudluğunu bəyan edir. Əslində, Gümrüdəki baza Ermənistanın müdafiəsində artıq elə də ciddi rol oynamır. 102 saylı hərbi hissənin Gümrüdə xidməti davam etdirməsi daha çox Kremlin Cənubi Qafqaza, Türkiyə və Ermənistana, indiki şəraitdə isə Amerika Birləşmiş Ştatlarına belə göz dağıdır. Bu baxımdan Respublikada Kremlin atributlarının gələcəkdə ləğv ediləcəyi
ediləcəyi də istisna edilmir. Ana Ermənistan kimi komplekslər, Leninin heykəlləri, Georgi lenti, Rus dilinin dövlət müəssisələrində aparıcı rolu, dəmir yol, elektrik enerjisi, Gazprom şirkətləri, dövlət sərhədinin qorunması, Gümrük hərbi bazası, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı və başqaları Moskvanın Ermənistandakı nişanələridir. Ermənistan Rusiyanın bütün istiqamətlərdə hökmranlığını əks etdirən bu kimi detallardan xilas olmazsa, sonrakı illərdə daha böyük çətinliklərlə üzləşə bilər. Çünki Moskva adlarını çəkdiyimiz bu amilləri əsas götürərək Ermənistanda müxtəlif qarşıdurmalar, ixtişaşlar yarada bilər. Bu boyunduruqlar respublikanın müstəqilliyinə, suverenliyinə mane olur. Ehtimal eləmək olar ki, Rusiya hələ də respublikanı əlində saxlamağa səy göstərir. Ona görə bu nişanələrdən birinin yox olması, Kremlin Ermənistanda nüfuzunun azalması, özünə cəlb etmək üçün klassik alətlərin aradan qalxmasıdır. Bir vaxtlar keçmiş müttəfiq respublikaların az qala hər kəndində Vladimir İliç Leninin heykəli var idi. Həmin abidə Sovetləşmənin, deməli, Sovet müstəmləkəsinin simvolu sayılırdı. Sonralar buna başqaları da əlavə edildi. SSR rəsmi olaraq dağılmazdan öncə Lenin və başqa bolşeviklərin heykəlləri uçuruldu. Odur ki, Ermənistan daha çox müstəqil olmaq üçün ana Ermənistandan və 102 saylı bazadan da xilas olmağa hədəfləyir. Hələ ki buna cəhdlər edilir. Sədrəddin İsmailov, Leyla Mehdiqızı, Rinat Qurbanov, Report.